Sumqayıt şəhərində mikrorayon və məhəllə daxili yolların asfaltlanması, küçə və prospektlərin əsaslı təmiri sürətlə həyata keçirilir. Şəhərin müxtəlif ərazilərində aparılan yol infrastrukturu layihələri sakinlərin gündəlik rahatlığını artırmaqla yanaşı, ümumi şəhər görünüşünə də müasir çalarlar qatır. Həyat tərəfi də ediblər, asfaltlayıblar, evin arxasında. İndiyə kimi belə şərait yox idi burada. Əziyyət çəkirdi qonşular, gedib gəlməkdə, qışı var idi bunun, palçığı var idi. Sağ olsun şəhər rəhbərliyi ki, bu şəraiti yaratdı bizlər üçün. Son 10 ildə Sumqayıtda reallaşdırılan geniş miqyaslı abadlıq və quruculuq proqramları şəhərin simasını köklü şəkildə dəyişib. Köhnəlmiş yollar yenilənib, yeni asfalt örtüyü salınıb, piyada səkiləri abadlaşdırılıb, yaşıllıq zolaqları genişləndirilib. Paralel olaraq həyətlərdə işıqlandırma sistemləri yenilənir. Kommunikasiya xətləri səliqəyə salınır və yaşayış məhəllələri mərhələli şəkildə modernləşdirilir. Səliqəli abadlıq işləri görəndə insan fərəhlənir. Həyata inamı daha da artır. Gördükləri işlərə görə binanın sakinləri adından təşəkkür edirəm. Hər illər olduğu kimi, yəni ki, bu ildə artıq Sumqayıt şəhərində artıq bir çox mikrorayon məhəlləsində asfalt örtüyünün təmir işləri, aparılması işləri başa çatıbdır. Bunun üçün sadalaya bilərəm ki, şəhərin Kimyaçılar qəsəbəsində, Yaşıldərə ərazisində, 17-ci mikrorayonda, 12-ci mikrorayonda, 9-cu mikrorayonda və 10-cu mikrorayonda hal-hazırda bu işlər yekunlaşıbdır və digər bir çox mikrorayon və məhəllələrimizin ərazilərdə asfalt örtüyünün təmir işlərinin aparılması nəzərdə tutulub və yaxın zamanlara da bu işləri görüb başa çatdırmağa qarşımızda ümumi bir vəzifə kimi durubdur. Görülən işlərin əsas istiqamətlərindən biri də nümunəvi məhəllələrin yaradılmasıdır. Bu məhəllələrdə uşaqlar üçün oyun meydançaları, yaşlı sakinlərin istirahəti üçün xüsusi cuşələr, ailələrin asudə vaxtını səmərəli keçirməsi üçün rahat və təhlükəsiz məkanlar formalaşdırılır. Çox sağ olsunlar. Belə bir şərait yaratdıqlarına görə Allah razı olsun. Uşaqlar gəlirlər, əylənirlər. Həyətlər abadlaşdırılır, idman qurğuları quraşdırılır. Ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əlavə yaşıllaşdırma tədbirləri görülür. Bütün bu layihələr şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Biz də özümüz əvvəl podyezin ağzında otururduq. Yəni qonşular şikayət edirdi ki, həddən artıq səs olurdu. Danışır insan, gülür, uşaqlar da səs alır. Ancaq biraz indi binadan biraz uzaqdayıq. Daha rahatdır. Uşaqlar əylənir. Biz də onlara baxırıq, yaşlıyıq. Otururuq, söhbət edirik, günümüzü keçirdirik də. Yayda lap belə gözəl olacaq. Aparılan ardıcıl işlər Sumqayıtı daha komfortlu, daha təhlükəsiz və daha estetik şəhərə çevirir. Qeyd edək ki, həyata keçirilən geniş miqyaslı infrastruktur və abadlıq tədbirləri Sumqayıt şəhər icra hakimiyyətinin diqqət və nəzarət altında icra olunur. Şəhər rəhbərliyinin təşəbbüsü ilə reallaşdırılan bu layihələr Sumqayıtın dayanıqlı inkişafına, müasir şəhər standartlarına uyğun formalaşmasına mühüm töhfə verir. Bir çox mikrorayon məhəllələrimizin ərazisində abad nümunəvi məhəllələrin salınması işləri artıq başlanıbdır. Mən sadalaya bilərəm ki, artıq hal-hazırda 9 mikrorayon məhəllələrimizin ərazisində abad məhəllə işlərinin aparılması gedir və bəzilərində də yekunlaşıb. Yaxın zamanlarda ümumiyyətlə nəzərdə tutulub ki, bir çox, hardasa 30-dan çox məhəllədə abad məhəllənin salınması, bunlar da bu işlərin aparılıb çox qısa bir müddətə tamamilə başa çatdırılır və bizim sakinlərimizin, evlatlarımızın, balalarımızın yəni ki, istifadəsinə verilməsi nəzərdə tutulubdur. İndi durduğumuz yerdə hal-hazırda da artıq o nümunəvi məhəllədən birinin ərazisindəyik. Hal-hazırda işlər gedir və yaxın gələcəkdə bu işlərin başa çatdırılması nəzərdə tutulmuşdur. Hazırda asfaltlama və məhəllə daxili abadlıq işləri davam etdirilir və qarşıdakı mərhələlərdə daha geniş ərazilərin əhatə olunması nəzərdə tutulur. Günay Hüseynova, Şəmistan Fikrətli, Elburus İsmailov bugün informasiya proqramı üçün.